Su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin axıdılması nəticəsində suların keyfiyyəti pisləşir və su obyekti çirklənmiş sayılır. Bu da öz növbəsində su obyektlərində yoluxucu xəstəliklərin yayılmasına və ağır metalların təsiri nəticəsində kimyəvi zəhərlənmələrin baş verməsinə səbəb ola bilər. Azərbaycan Respublikasının Su Məcəlləsinin 78-ci maddəsinə əsasən tullantı sularının su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarı müəyyən edilmiş normalardan artıq olmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. Tullantı sularının su obyektlərinə təmizlənmədən axıdılması su ekosisteminin sabitliyi və insan sağlamlığı üçün təhlükə yaratmaqla yanaşı, su obyektlərində xüsusilə balıq və digər su biyoresurslarının tələf olmasına gətirib çıxara bilər. Qanunvericiliyə əsasən içməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran su tutarlara tullantı sularının axıdılması qəti şəkildə qadağan olunur. Nəzərinizə çatdırırıq ki, ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati məsuliyyət yaradır. Qeyd olunanları nəzərə alaraq müəssisə, idarə və təşkilatlara, habelə fiziki şəxslərə fəaliyyətləri zamanı formalaşan tullantı sularının düzgün idarə edilməsinin və gələcək nəsillər üçün su ehtiyatlarının qorunmasının hər bir şəxsin üzərinə düşən ümumi bir vəzifə olduğunu bir daha xatırladırıq.